Salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Uzun zamandır sizinlə çəkiliş etmirik, yeni fenomenlər peyda olub, onlarla bağlı suallarımız var sizə. Hə, siz demədən mən deyim. Bu President of Kölcə barəsində sualınız var, hə? Hə, o barədə sualımız var. Səhv eləmirəmsə, o da sizin kursunuzu bitirib. Hətta birinci seriyada o barədə danışmışdıq. İzləməyənlər burada bir yerdə link olasıdır, izləsinlər. Biz ona Kölcə mövzusunda tədris verdik. Ondan sonra bir neçə ay olar gəldi ki, mən daha da irəli getmək istəyirəm. Mənə dedim ki, qız deyilsən ki, yəni tez sürətlə qabağa gedəsən. Dedi, zarafatla dedi ki, qız deyiləm, amma qəşəng dodaqlarım var. O an beynimdə bir şimşək çaxdı. Dedim, bu dodaqlardan faydalanmaq lazımdır. Və sonda belə gördüyünüz mənzərə ortaya çıxdı. Hə, başa düşdüm. Vüsal City də sizin kursu bitirib. Hə, o da bizim kursu bitirib. Çəkilişlərdə insanlara xitab edəndə, yəni ona əlinə bax, nətərə davranır. Bu cəmiyyətdə insanlardan bir şey istəyənlər var. Əslində biz o personajı yaratdıq. Yəni baxdım ki, yeni nəsil onsuz da buna TikTokdan öyrəşib. Elə o personajı yaratdıq. TikTokda indi diqqət elə videolarına. 3 sözündən ikisi duadır. Bəs xalqın sevdiyi kimlər var? Hansı fenomenlər var sizin kursu bitirən? Belə mən Şərif Bayadonsa demişdim, o da bizim kursu bitirib, arada gəlir, təzələrə tədris keçir, dərs verir. Neymət Əlizadə var, Tahirov Rəsul var. Bunlar da xalqın sevdiyi, insanların üzünü güldürən fenomenlərimizdəndir. Son vaxtlarda balaca uşaq çıxıb ortalığa, Loco deyən uşaq. O barədə nə deyə bilərsən? Hə, o biraz fərqlidir. O saman alovu deyirlər, tez yanıb, tez sönən. Bu 3 ildən bir yəni elə bir personaj çıxardırıq. Yadınızdadır bəlkə bir neçə il qabaq əlində kolonka daşıyan var idi. Hə, yadımdadır. Hə, bu da onun kimidir. Bu 4-5 aya unutdular, yəni çox ortada qalmaz. Çox sağ olun bizə vaxt ayırdığınız üçün. Yox, bizim üçün də yaxşıdır. Kursumuzun reklamı olur. İnşallah çox izlənər. Bu videoların davamını da çəkərik. Yəni insanlara yeni fenomenlər haqqında məlumatlar verərik. Çox sağ olun. Buyurun.